Her vaxtınız xeyir olsun əziz dostlar. Mən Yadigar Nağıyev. Rəhbər videomuzun ikinci seriyasındayıq. Rəhbər videomuzun ikinci seriyasında biz bugün bütçəni, borcları, vergiləri, məzənnəni və məmur maaşlarını öyrənəcəyik. Bunu ona görə çəkirəm ki, siz özünüz də bu simulyasiyanı satın alarkən bunları daha yaxşı başa düşəsiniz. Bəziləri kimi uşaq vason belə dünyanı işğal edəcəm, dünyaya böyüyəcəm, ağzıma nə gəldi edəcəm, yox. Bir politoloqa, bir beynəlxalq münasibətlərdə təhsil alan birinə, iqtisadçıya, dövlət idarə etməyə tələbəsinə, magistrantına, doktorantına, dosentinə, professoruna yaraşan bir formada bu simulyasiyanı yoxlamaq, akademik kriteriyalara uyğunlaşdırmaq lazımdır. Əks təqdirdə danışdıqlarımın sizə heç bir faydası yox. Ağzınıza gəlin edə bilərsiniz. Birinci əziz dostlar, burada klikləyirik. Klikləyəndə qarşımıza iki əsas başlıq çıxır. Bunlardan biri bütçənin təxmini, belə deyək, bir il ərzində təxmini bütçənin miqdarını göstərir. Əgər ölkənizdə inflyasiya varsa, gələn ilin, yəni 2027-nin yanvarına qədər bu azala bilər. Yox, inflyasiya artırsa, tam əksi arta bilər. Çünki bu təxmindir, estimate dediyimiz şey. Bu isə dövlətin gəliridir. Bu gəlirlər vergi ola bilər, xarici yardımlar ola bilər, dövlətin özünün belə deyək, əldə etdiyi iqtisadi fəaliyyət ola bilər, iştirak etdiyi fəaliyyət ola bilər, gömrük vergisi ola bilər, nə bilim, özəlləşdirmədən əldə etdiyi gəlir ola bilər. Hamısı, amma hamısı bu təsir edən faktorlardır. Burada nazirliklərə görə gördüyünüz kimi bir qrafika çizilib, hansı ki bunları hər nazirliyin təpəsində görə bilərsiniz. Amma biz daha çox buradan baxacağıq ki, daha aydın olsun. Burada əziz dostlar, bütçənin Ruanda frankı ilə milyard olaraq görməkdəsiniz. Milyard olduğu üçün təbii ki, buradan hesablayırıq. Yəni 3 rəqəmdən 637 milyard 910 milyon olur. 5 trilyon olmuş olur artıq. Çünki 900 milyarddan sonra nə gəlir? 1 trilyon gəlir. O məntiqlə 5 trilyon 637 milyard 940 milyon olmuş olur. Burada isə defisit, yəni GDP-də, yəni ümumi daxili məhsuldakı payı 5,81-dir. İdeal hal dövlətlərdə ən çox 3 ilə 5-dir. 5-in üstünə çıxan artıq defisit, yəni kəsir, artıq ölkənin həqiqətən düzgün yolda olmadığını, yaxşı gəlir qazanmadığını göstərir. Bunu da hesaba qatın. Büdcə defisitimiz burada gördüyünüz kimi milyardla göstərilib ki, hal-hazırda bütçəmiz 1 trilyon 308 milyard 5 milyon Ruanda frankı kəsir verir. Yəni bu qədər bizim pulu təmin etməyimiz lazımdır ki, biz çöldən ya da daxildən kredit almayaq. Özümüz öz yağımızda qovrulaq. Buna görə bunu təmin etməliyik. Bu bir. İkincisi, dövlət borc servisi var ki, hani ümumi daxili məhsulun neçə faizi sadəcə borc ödəməsinə ayrılır. Gördüyünüz kimi bu rəqəm də az deyil. GDP-nin demək olar ki 2,84 faizidir. Burada dövlət borclarının GDP-yə görə, yəni ümumi daxili məhsula görə görürük ki, hal-hazırda dövlət borcumuz gördüyünüz bu 16 trilyon 232 milyard 5 milyon Ruanda frankı hal-hazırda ümumi daxili məhsulumuzun 72,07 faizinə bərabərdir. Yəni bu 80 faizi keçirsə, deməli idarə edə bilmirik. Problem borclar artırsa, deməli idarə edə bilmirik. Çünki bizim adətən borclarımızı artıran ən böyük səbəb bizim bütçəmizin kəsirinin çox olmağıdır və bunu maliyyələşdirmək üçün hər 4 ayda bir aldığımız borclardır. Burada da dövlətin iqtisadi fəaliyyətlərdən, yəni istehsalatdan əldə etdiyi payları var. 51,49-a da ola bilər ya da 100% ola bilər. Bunlara gələn bölümdə baxacağıq. Təsiri var. Həmçinin istəsəniz bu payları məsələn deyək ki, digər dövlətlərlə müqayisə edə bilərsiniz ya da aid olduğunuz Afrika Birliyinin ortalaması ilə, Dünya Birliyinin ortalaması ilə bunu müqayisə edərək harda olduğunuzu, necə olduğunuzu tam qavraya bilərsiniz. Burada bu interfeysdə daha çox bu bütçəyə, bu nazirliyə ayrılan pulu görə bilirik ki, diqqət eləsəniz, yəni özü ortaya çıxacaq. Diqqətlə baxsanız, tapacaqsınız ki, bu Maliyyə Nazirliyinə dövlət nə qədər bütçə ayırır. Yəni sadəcə bunun işləməyi üçün, burada məlumatların toplanılmağı üçün. Bura baxırıq ki, 2026 və 25 görürsünüz.
26-cı ildə təxminən sosial təhlükəsizlik xərclərimizin artacağı gözlənilir. Bu, həm sizin artırdığınızla əlaqəli ola bilər, həm də inflyasiya ilə əlaqəli ola bilər ki, gələn bölümdə, yox, bu bölümdə onu daha detallı danışmış olacaq. Yəni artırdınız, artırmadınız. Hər il inflyasiyaya əsasən pul dəyərdən düşdüyü üçün burada da əziz dostlar, yəni inflyasiya da artmış olur. Bura baxdıq. İkincisi, biz borclarımızı maliyyələşdirmək üçün, yəni borclarımızı qarşılamaq üçün daxildən və xaricdən borc təmin edirik. Daxildən təmin etdiyimiz borclarımız istiqraz vasitəsilə olur. Ölkə daxilindəki vətəndaşlarımız, yəni sərmayə sahibi insanlara biz deyirik ki, gəlin bizim X, Y, Z və yaxud da başqa nazirliklərimizin büdcələrini, yəni borclarını qarşılayın. Biz dövlət olaraq sizə müəyyən etdiyimiz faizdən ildə bir dəfə, ildə iki dəfə, hər nədirsə ki, adətən bu ildə bir dəfə olduğunu bilirəm, sizə faiz verəcək, siz gəlir qazanacaqsınız. Əgər faizlər yaxşıdırsa, vətəndaşlar və sərmayə sahibləri dövlətin istiqrazlarını satın alaraq dövlətə dəstək vermiş olurlar. Həm dövlət qazanır, həm də vətəndaşlar. Xarici borclarımız isə əziz dostlar, gördüyünüz kimi Almaniya, ABŞ, Birləşmiş Krallıq, Indiya, yəni Hindistan və Rusiyadır. Rusiya da burada. Bunlardan biz gəlir qazanırıq, yəni belə deyək, kredit alırıq. Bu dövlətlərdə olan lenderlər, yəni borc verənlər, əsas sərmayə sahibləri bizə borc verirlər və biz bu borclarla büdcəni maliyyələşdirmiş oluruq. Bəs yaxşı, bu verilən borcların faizləri var da indi. Bu faizlər necə müəyyən edilir? Əziz dostlar, bu birincisi o dövlətlə münasibətinizə görə dəyişir, artır ya da azalır. İkincisi, belə deyək, sizin ölkənizin imici, sizin ölkənizin risk səviyyəsi, kredit risk səviyyəsi, bunlar hamısı o dövlətin sizə verdiyi faizə təsir göstərir. Əgər ölkəniz həqiqətən riskli bir ölkədirsə, onlar daha yüksək faizdən verirlər və deyirlər ki, bu dövlət batacaq, mən də borc vermişəm. Qoy heç olmasa mən faizi artıraraq daha çox verdiklərimi çıxarda bilim o batana qədər. Ki, belə bir risk var. Ona görə həm o dövlətlərlə əlaqələrinizi qurmalısınız, həm də ölkənin belə deyək, inflyasiyası yaxşı olmalıdır. Həmçinin dövlətin GDP-sinin böyüməsi yaxşı olmalıdır. Həmçinin işsizliyinizi biraz azaltmalısınız. Büdcə kəsiriniz çox artmamalıdır ki, bu sizin risk səviyyənizi aşağı çəkəcək. Və zamanla görəcəksiniz ki, hər 4 aydan bir keçirilən iclaslarda sizə tətbiq etdiyi faizlərdə endirimlər edə bilərlər. Və yaxud da yaxşı olmasanız faizləri artıraraq sizdən daha çox gəlir əldə edə bilərlər. Bunlara alternativ olaraq Dünya Bankı və Beynəlxalq Pul Fondu nümunə göstərilə bilər. Bunların faizləri çox aşağıdır. Dünya Bankında 0,5 faizdir. Beynəlxalq Pul Fondunda isə 1 faizdir ki, bunlar çox aşağı faizlə, belə deyək, sizə kredit verirlər, amma şərtləri budur ki, insan indeksini artırmaq. Təhsil, səhiyyə, insan haqları, bunlarda reform etmədiyiniz müddətcə onlardan pul almağınız çox çətindir. Agentliklər isə təbii ki, əziz dostlar, sizin risk səviyyənizi ölçürlər. Hər 4 aydan bir sizə bu barədə məlumat göndərirlər ki, ölkə yaxşıdır, ölkə pisdir, ölkə problemlər var və s. Ən yaxşı ideala yaxın olan xalq sisteminə görə 2A-dır, yəni qoşa A, yəni AA, sonra A, sonra 3B, yəni B, 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 sonra 2B, yəni BB, sonra B, sonra da C-dir əziz dostlar. Yəni hal-hazırda bizdə B-dir, yəni bərbata yaxın vəziyyətdəyik hal-hazırda, orta belə deyilik. Səbəbləri bəllidir, nəysə sonra baxarıq onlara, yəni səbəbləri amma həqiqətən bəllidir. Taxation hissəsinə baxaq indi. Taxation hissəsi əziz dostlar vergilərdir. Yəni İqtisadiyyat Nazirliyinə aid olan vergi departamenti də deyə bilərik. Burada siz ölkəniz büdcənizi maliyyələşdirmək üçün müəyyən növ vergilər qəbul edir, vergiləri artırır ya da azaldır. Vergiləri artırmaq inflyasiya səviyyəsindədirsə, olduğu kimi, yəni dəyişmədən davam etmək mənasına verir. Sadəcə pulunuzun dəyər itirdiyini daha yaxşı görə bilirsiniz. Və yaxud da deyək ki, o sahədə bir şeydən insanları daşındırmaq istəyirsinizsə, vergini artıra və yaxud da azalda bilərsiniz. O artıq özünüzün ideologiyanıza, politik, iqtisadi fikirlərinizə qalmış bir şeydir. Texas hissəsində birinci mövcud olan vergiləri görə bilirsiniz. Məsələn, əlavə dəyər vergisi, gəlir vergisi hər sinifə görə gördüyünüz kimi ayrıdır. Sonra sərvət vergisi, miras vergisi, bir malın başqa bir insanın adına keçməyi, əmlak vergisi,
Audio-vizual, yəni dövlətin əgər bir televiziyası, radiosu varsa, buradan gəlir əldə edərək vergidən onu maliyyələşdirir. Sonra silah vergisi, hava yolları bilet vergisi, sahibkarlardan alınan sosial təhlükəsizlik ödəmələri, işçilərdən alınan sosial təhlükəsizlik ödəmələri, şirkət vergiləri, istehsalat biznes vergisi, sonra neft və belə deyək, enerji məhsullarından alınan məhsullardan vergi, likör vergisi, içki vergisidir bu. Wine tax, bu da içki vergisi olarak geçir. Turistlerin ülkeye girme vergisi, sanayi kirliliği, çirkliliği vergisi, burada yol vergisi belediye. Sonra multinational, yani beynəlxalq deyək də, multi dediği yani çok milletli transkorporasiyalardan alınan vergiler, Google vesaire. Bunlar da sonra mesela bura baxanda görürsünüz ki, xaricdən sizə gələn pulun miqdarı buradadır. Gömrük vergisindən əldə etdiyiniz gəlirlər, Birləşmiş Millətlərin sizə hər il verdiyi qrant, hal-hazırda 52 milyard 498 milyon qrant verir ki, bu sizin üçün verilir ki, yəni yenilənən enerjiyə keçin. Burada dövlətin iqtisadi fəaliyyətlərindən payıdır, gördüyünüz kimi göstərəcəyik sonra. Burada da itkilərdir, gördüyünüz kimi böyük bir itki var hal-hazırda. Creation'da dostlar heç olmayan vergilər təyin edə bilərsiniz. Hər bir verginin bir təsir obyekti var. Məsəl üçün, finansal ötürmələr, köçürmələr vergisi artırdıkça birjanızda spekulatif hadisələr azalır. Məsələn, burada loteriyadan, yarışlardan, kazinodan əldə olunan vergi isə təbii ki, ədaləti təmin etmək üçün ki, varlılardan əldə olunan gəlirlər birbaşa dövlətə keçir, dövlət də onu təbii ki, xərcləyə bilər. Ya bunun kimi vergilər var. Legislation vergisi əziz dostlar, vergi deyirəm. Legislation hissəsində isə müəyyən qərarlar ala bilərsiniz. Birinci aldığınız qərar vergilərin belə deyək sərtliyi ilə bağlı, vergi necə toplansın. Yəni burada hal-hazırda gördüyünüz kimi çox repressivdir. Yəni o deməkdir ki, siz bütün detalları ilə mühasibatlığı aparırsınız ki, orada vergi qaçaqçılığı olmasın. Amma regular etsəniz, burada göz yumduğunuz şeylər ola bilir. Buna keçirdiyiniz təqdirdə 2 trilyona qədər zərər edə bilərsiniz əziz dostlar. Weak və tolerantda isə artıq daha betər bir vəziyyət. Üzr istəyirəm, burada 23 milyarda qədər zərər edə bilirsiniz. Amma təbii ki, vergi belə deyək, dövlətin nəzarəti azaldıkça şirkətləriniz daha da böyüyəcək, amma dövlətin əldə etdiyi gəlirləriniz azalmış olacaq. Burada əfdir, vergi əfvidir. Deyə bilərsiniz ki, ölkə kritik bir vəziyyətdən keçirsə, kiçik bir əf çıxarda bilərsiniz. Ya da deyə bilərsiniz ki, mən bütün borcları silmək istəyirəm. Onda gördüyünüz kimi məbləğ də aşağıda yazılır. Həmçinin Wikipedia daxil olaraq da detallı məlumat əldə edə bilərsiniz. Bura, əziz dostlar, deməli, ev satın alanlardan vergi endirimi olsunmu barədədir. Bunu seçərsəniz əgər 94 milyarda qədər üstündə dövlət büdcəsindən gəlir itkisi olacaq. Gördüyünüz kimi cost deyirsə itki var deməli. Həmçinin bunu etsəniz nə olacaq? Tikinti sektoru canlanacaq. İnsanlar daha çox əmlak almağa başlayacaqlar. Amma bu bizə lazım deyil. Burada xeyriyyə cəmiyyətlərinə belə deyək, vergi əfvidir ki, zamanında bəlkə pulunuz olsa belə bir şey edərək populyarlığınızı artıra bilərsiniz. Burada da təbii ki, müharibə qazilərinə və yaxud da veteranlarından vergi alınsın yoxsa alınmasın. Burada da alınmasın deyilib ki, məncə ən yaxşısı da odur. Burada gəlirlərdə də dostlar eyni məntiq var. Hansı sektorlarda, yəni hansı vergiləri alırsınız, nə qədər alırsınız, bunu müqayisəli olaraq bizə hər il göstərəcək. Sonra currency hissəsinə keçəndə, currency də dostlar məzənnədir. Burada siz inflyasiyanı, Mərkəz Bankının uçot dərəcəsini dollar qarşısında, avro qarşısında pulunuzun, milli valyutanın dəyərini görmüş olacaqsınız. İnflyasiya dostlar mal və xidmətin, bazar qiymətinin bahalaşma sürətidir. Deflasiya mal və xidmətin qiymətinin bazar qiymətinin ucuzlaşma sürətidir. İnflyasiya artdıkça bahalaşma sürəti artır, azaldıkça bahalaşma sürəti azalır. Amma bəzi cahillərin dediyi kimi inflyasiya azalanda nə olmur əziz dostlar? Qiymətlər aşağı düşmür. İkincisi, deflasiya olanda isə qiymətlər aşağı düşür, ucuzlaşmağıdır tam əksinə. Deflasiyanın artmağı sürətlə ucuzlaşmağıdır. Deflasiyanın az artmağı, yəni -2 deyək olmağı qiymətin daha az ucuzlaşmağıdır ki,
Hər ikisinin də artığı ziyandır. İdeal inflyasiya 2 ilə 5 arasındadır. İnflyasiyanı daha yaxşı anlamaq üçün bir nümunə vermək istəyirəm. Bir kənd düşünün. Kənddə 10 nəfər insan yaşayır, çörəkçidən başqa. Çörəkçi 10 ədəd çörək istehsal edir. Hər biri 1 manatdan olmaqla ümumilikdə 10 manat pul qazanmış olur hər gün. Sonra kəndə 5 nəfər əlavə insan gəlir. Kənddə yaşayanların sayı olur 15 və çörəkçi 2 yol arasında qalır. Ya çörəklərin sayını artırıb 15 edəcək və beləliklə əvvəl 10 manat pul qazanırdısa, indi 15 manat pul qazanmış olacaq və 10 ədəd çörək satmış olacaq. Yəni istehsalatı artırmamış olacaq. İkinci yol isə təbii ki, istehsalatı artıraraq 15 çörək istehsal edib 15 manatdan pul qazanmaqdır. Bu da təbii ki, uzun müddətdə biraz problem yarada bilər, amma rasional düşünərək birinci yolu seçdiyini deyə bilərik. Belə olan halda əziz dostlar, gördüyünüz kimi 10 ədəd çörək satıb 15 ədəd çörəyin qiymətini qazanmış olur. Bu anda dövlət nə edə bilər? Dövlət də yenə Mərkəz Bankın uçot dərəcəsini aşağı çəkə bilər ki, ucuzlaşma yaşansın, inflyasiyanın olmadığı bir vəziyyətdə. İkincisi, dövlət birbaşa maddi subsidiya verə bilər çörəkçiyə ki, xərclərinin bir hissəsini qarşılasın. Üçüncüsü, dövlət bu çörəkçi üçün lazım olan, belə deyək, xam mal inputunu, yəni belə deyək, lazımlı olan malların qiymətini aşağı çəkə bilər. Məsəl üçün, deyək ki, biz çörək istehsal ediriksə, onun üçün nə lazımdır? Onun üçün lazımdır un. Məsələn, un. Deyək ki, un üçün nə lazımdır? Taxıl. Aha, dövlət deməli gedib suyun qiymətini aşağı çəksə, özü o hissəni qarşılasa, taxıl da su ilə əlaqəli olduğu üçün taxılın qiyməti ucuzlayar. Həmçinin taxılın belə istehsalatı da artmış olar ki, beləliklə inflyasiyanın da qarşısı alınmış olar. İkincisi əziz dostlar, bilməli olduğunuz şey isə nədir? Əziz dostlar, bir mənalı şəkildə tələb və təklifin nə olduğunu bilmək. Təklif əziz dostlar, düşünün ki, mən çörəkçiyəm və bazara 10 ədəd çörək təklif edirəm. Qarşılığında mən alıcıyam, düşünün ikinci olaraq. Mən gəlib 1 ədəd çörək tələb edirəm və beləliklə görürük ki, 10 ədəd çörək var ikən 1 çörək istənilir və çörəkçinin hələ də 9 çörəyi var. O, əgər hər gün o 9 çörəyi də satmasa, hər gün 10 çörəyi satmasa, təbii ki, istehsalatı azaldacaq, xərcini də azaltmış olacaq. İkincisi, burada bir şey də deməliyəm. Məsələn, kəndə 5 nəfər insan gəldi, kənddə olan insanların sayı 15 oldu. İstənilən, tələb edilən çörək sayı da 15 oldu, amma təklif edilən çörək sayı 10-dursa, belə halda 50% çörəyin qiyməti bahalaşaraq 1 manat 50 qəpiyə çıxa bilər. Tam əksi, istehsalat artarsa, inflyasiya yerinə deflasiya yaşanaraq sıfırlana bilər qiymət. Yəni gəldiyi yerə qayıda bilər, 1 manata çevrilə bilər. Amma deyək ki, bədbəxt bir senari oldu. O həmin gələn 5 nəfər ölkənin kənddən getdilər. Yenə qaldı 10 nəfər. Çörəkçi indi belə olduğu halda 15 çörək istehsal edə bilməz. Etdiyi təqdirdə çörəyin qiyməti olacaq 50 qəpik. Buna da getməyəcəyi üçün çörəyin istehsalatını yenidən azaltmış olacaq. İnflyasiyanın nə olduğunu məncə çox-çox yaxşı başa düşmüş oldunuz. Uçot dərəcəsi isə əziz dostlar, dövlətin Mərkəzi Bankı ilə əlaqəli olan pul siyasətidir. Uçot dərəcəsi artdıqca pul bazarda daralır. Uçot dərəcəsi azaldıqca isə pul bazarda genişlənir. Necə olur bu? Mərkəz Bankı birincisi vətəndaşlara kredit vermir. O ticari banklara, yəni sizin gedib kredit ala biləcəyiniz banklara, A bankına, B bankına kredit verir. Onlar da ondan faiz alır. Deyək ki, 6.50-dən Mərkəz Bankından faiz alan bu banklar 10%-dən 8-9%-dən deyə hər nədirsə vətəndaşlara kredit olaraq verir və beləliklə arada gəlir qazanmış olur. Amma deyək ki, bir dövlət görsə ki, inflyasiya artdı, yəni 7 olub hal-hazırda, bizdə görürsünüz uçot dərəcəsi 6.50-dir. Uçot dərəcəsini 7.50, 8 etməlidir ki, inflyasiyanın təsirini azaltsın. Belə olanda nə olur? Borc almaq, kredit çəkmək çox bahalaşır, çünki faizlər çox olur. İnsanlar çox faiz ödəmək məcburiyyətində qaldıqları üçün kredit götürməkdən imtina edirlər və yaxud da bunun sayı azalır. Azaldıqca da təbii ki, tələbat azaldıqca, insanların alım gücü azaldıqca təklif də belə deyək, stabil qalsa, qiymətlər ucuzlaşmağa başlayır və inflyasiya da təbii ki, qiymətə indeksli olduğu üçün
geriləməyə, aşağı çəkilməyə başlayır. Tam əksi olanda isə dövlət görsə ki, əgər ölkədə inflyasiya 2-nin belə altına düşür, tələbat yoxdur, insanlar ala bilmir, şirkətlər batır, onda uçot dərəcəsini aşağı sala bilər ki, beləliklə bazara daha çox pul çıxardar və bazarda da pul çoxaldıqca insanların da alım gücü artacağı üçün tələbat da mallar üstündə arta bilər yenidən. Və təbii ki, pul nə qədər çox basılarsa, nə qədər çox çap edilərsə daha doğrusu, o qədər dəyər itirir milli məzəndə, xarici məzəndənin qarşısında. Bir də baxırsınız ki, pulunuzun 1 qram dəyəri qalmayıb, o qədər pul artırmısınız, amma heç bir şeyiniz də əlinizdə qalmayıb. Bu qədər idi əziz dostlar. Sonra məmurlar hissəsi var ki, buradan da statistik məlumatlarla baxa bilərsiniz. Burada da demək olar ki, məmurlarınız var, məmurların maaşları. İstəsəniz bunu texnologiya ilə məmurları robotlarla və yaxud da süni intellektlə əvəz edə bilərsiniz. Hal-hazırda elə bir fikrim yoxdur. Üçüncü dünya dövlətiyik. Biz birinci dünya dövləti deyilik ki, işçiləri işdən atmağa belə bir bəhanə tapaq. Nəysə, burada da əziz dostlar, maaş artımı edərkən inflyasiyanı hesaba qataraq hesablamalı, ona görə aparmalısınız. Yoxsa insanların alım gücü düşmüş olar. Bu bölümdə mən bunları izah etdim. Gələn bölümdə isə qaldığımız yerdən davam edəcəyik. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Gələn bölümdə görüşərik.